Bənd dedik ki, 94-cü maddənin birinci hissəsinin birinci bəndidir. Təhsil qanunu 5 fəsil 25 maddədən ibarətdir. Deyirik ki, Məktəbəqədər Təhsil Qanunu, bax burada yenə yazmışam. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq hazırlanmışdır. Məktəbəqədər təhsil haqqında qanunvericiliyin məqsədi, əsas məqsədi. Bax, bunu testlərdə salmışam, müəllimələr. Mütləq diqqətlə qulaq asın, testlərdə görəsiniz. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi əsas məqsədi nədir? Uşaqlar məktəbəqədər təhsil sahəsində Uşaqlar məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək. Təhsil qanunun içərisindədir müəllimələr, hüquqlar. Məktəbəqədər təhsil prosesi iştirakçıların hüquqlarını, vəzifələrini müəyyən etmək. Bəli, iştirakçılarımız kimlər idi? Müəllim də gedir, valideyn də gedir, uşaq da gedir. Yəni, təhsil prosesi iştirakçılarının hüquqlarını, vəzifələrini müəyyən etmək. Yəni, təhsil qanunu nədir? Hüquqları təmin edən, hüquq vəzifələrini müəyyən etdi. Bir də, məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdır. Hüquq görsə, bunu qanunda görəsiniz, müəllimələr. Müasir tələblərə uyğun fəaliyyəti inkişafı üçün hüquqi təminatlar yaratmaqdan ibarətdir. İndi gəldik müəllimələr, əsas anlayışlar, terminlər. Baxın, indi sizdən bir soruşuram, çünki bu əsasdır. Amma gələn dərs laf dərindən soruşacağım. İndi biraz vaxtı az qaldı, çünki test çox işləmişik. Həm də sizi çox yormaq istəmirəm. Amma gələn dərs bunun sual cavabını eləyəcəm, qayıtda göndərəcəm. İndi Xəyalə müəllimə, təhsil qanunu neçə fəsil, neçə maddədən ibarət oldu? Belə açıq saxlayıram, amma gələn dərs bağlı soruşacağam. Neçə fəsil, neçə maddədən ibarət oldu? 5 fəsil 25 bəndir. 5 fəsil. Bəli. İndi Xəyalə müəllimə cavab versin. 5 fəsil 25 maddədən ibarət oldu. Hansı maddəyə əsasın oldu? Respublikamızın konstitusiyasının hansı maddəsinə əsasın oldu? 4-cü maddənin birincisi. Diqqətlə qulaq bilmədim. Uşaq kimi yayındırdı. Müəllimə, mən deyim 94-cü maddəsinin birinci hissəsinin birincisi. Sizdən soruşacağım müəllimə. Bir dənə növbə gedirik. Xəyalə müəllimdən soruşalım, sizdən soruşacağım. Xəyalə müəllimə, bax mən deyim görüm. Bax Azərbaycan, bax Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu. Tez-tez danışıram, çünki bayaqdan çox danışmışam deyə avtomatik tez-tez gedir. Respublikamızın konstitusiyasının neçənci maddəsinin neçənci hissəsi, neçənci bəndinə uyğun olaraq hazırlanmışdır? Mən 1994-cü ildə. Yox, 94-cü maddənin. 94-cü maddənin, birinci hissəsi, birinci bəndinə. 94-cü il hərdir, 94-cü maddənin birinci hissəsinin birinci bəndində təşkil olunmuşdur. Çox hazırlanmışdır, doğrudur. Müəllimə, bəs neçə fəsil, neçə maddədən ibarətdir? 5 fəsil 25 maddədən. Bəli, doğrudur. Bir də müəllimə, bu qanun içərisində təqribi olaraqdan əsas açar məqam nədir, nə adı görürük ən çox? Əsas məqsəd içərisində. Bu məqsəd var, Məqsədin içərisində demək ki, bunu yaddan çıxartmayın ki, bu sözü görsəz bilin ki, bu təhsil qanununun məqsədidir. Hüquq müəllimə. Hüquq vəzifəni təmin edir, hüquqi təminat yaratan, hüququn pozulması da bu qeyd təhsil qanunu içərisində. Doğrudur müəllimə. Bax belə. Gələn dərs amma qəşəng sual cavab eləyəcəm. İndi gəlirik İlhamə müəllimə. Siz də deyin görün təhsil qanunu konstitusiyamızın neçənci maddəsi, neçənci bəndi, neçənci hissəsinə aiddir? Müəllimə 5 fəsil 25-ci maddəsidir. Konstitusiyamızın 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikası məktəbəqədər təhsilin təmin olunması sahəsidir. Bax müəllimə, gələn dərs təhsil qanunun özünü açacağam inşallah. Orada 5 fəsil 25 maddədir, onu qəşəng göstərəcəm. Mən yadıma salın. Mən çünki bir də görs yadımdan çıxır, qruplarım çoxdur, amma siz mən yadıma salın. Bir də görsəm sözlərim yadımdan çıxır. PDF-i mən burada yaxşı görsənmirik, ona görə belə qalmışam. Belə, bunu göndərəcəm, onu çıxartdırasınız. Çıxartdırasınız. 5 fəsil 25 maddədən ibarətdir. 5 fəsil 25 maddədən ibarətdir. Bəs 94 maddəsində birinci hissəsinin birinci bəndinə uyğun olaraq təhsil təmin olmuş sahəsinin dövlət siyasəti prinsiplərini
da müəyyən olunmuşdu. Belə Ay dedikdə. sağ ol. Bəli, Hə. doğrudur. Hı. Bunlar dediniz. Bir də müəllimə deyirik ki, qanunda açar məqam hansıdır? Məsələn, görü testlərində Hüquqdur da müəllimə, hüquqdur da. Azərbaycan Hüquq. Respublikasının qanuna uyğun məqsədi uşaqların məktəbə qədər təhsil sahəsinin hüquqlarının təmin edilməsidir. Ay sağ ol. Hüquq vəzifədir. Çaşdım. Hüquq vəzifəsinin təmin Hüquq da olunması. var, uşağın hüququdur. Bəli, doğrudur. Bəli. Uşağın hüququdur. Hə. İştirakçıların, Hüququdur. məktəb təhsil prosesi iştirakçıların hüquq vəzifəsidir. Bir də Hüquq hüquqi vəzifəsidir. təminatdır. Hüquqi təminat. Təminatdır, bəli, bəli. Əla. İndi gəldik deməli, Biraz könül müəllimə. qatıldım. Aha, İlham müəllimədən soruşdum. İndi könül müəllimə səs açır. Könül müəllimə, bax, sizdən də soruşuram, çünki bu əsasdır. Həm müsahibə, həm test sualınız. Məncə heç müsahibədə sizin yanınızdan çıxmayacaq. Deyirik ki, müəllimə, bax, məktəbəqədər təhsil haqqında qanun hansı, konstitusiyamızın hansı maddəsinin neçənci bəndinə uyğun olaraq hazırlanmışdır? Konstitusiyamızın 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndidir. Bəli, doğrudur. Doğrudur. Bəs desək ki, neçə fəsil, neçə maddədən ibarətdir? 5 fəsil 25 maddədən ibarətdir. Bəli. Bəs orada açar məqam nə idi təhsil qanununda? Uşaqların məktəbə qədər təhsil sahəsində hüquqlarını təmin etmək. Aha. Hüquq vəzifə, bir də hüquqi təminat. 3 dənə sözü yadda salaq. Hüququ təmin etmək, hüquq vəzifə, hüquqi təminatı yaratmaq. Bəli, əla. Sizdə yadda qaldı. Sonra gəldik. Mehriban müəllimə. Özünüz səs açdınız. Ay sağ olun. Mehriban müəllimə. Siz də mənə bax deyin görüm. Özünüz də deyin baxım görüm. Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq Təşkil qanunu haqqında Azərbaycan Respublikasının qanunvericinin əsas məqsədidir. Təhsilin qanunu 5 fəsil 25 maddədən ibarətdir. Ay sağ olun. Bəs burada əsas məqsəd nə idi? Əsas məqsəd, Uşaqların təhsil sahəsində hüquqlarını təmin etmək, təhsil prosesində iştirakçının hüquqlarını, vəzifələrini müəyyən etməkdir. Ay sağ olun. Sonra? Təhsil sistemində müasir tələblərə uyğun fəaliyyətləri inkişafı üçün hüquqları təminatını yaratmaq. Hüquqları yaratmaqdan ibarətdir. Bəli. Doğrudur müəllimə. Əla. İndi gəldik, əsas anlayışları izah edirəm. Əsas anlayışlar. Deyək görün məktəbə qədər təhsil nədir? İndi bunları fərqləndirməyi də sizə göstərəcəm. Bunları testlərdə də salmışam ki, hər il bir şeydən çox salırlar. Gələrlər birdən buradan çox salarlar. Nə bilirik? Ona görə hər dərsi dərindən öyrənmək lazımdır ki, sizə çətin olmasın. Nə müsabiqə, nə testdə. Təhsil nə demək? Məktəbdə təhsil. Məktəbə qədər yaşlı uşaqların, baxın, intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq vərdişlərin mənimsənilməsinin formalaşdırılması prosesidir. Bax, burada yazılır prosesidir. Deməli, nə oldu məktəbəqədər təhsil? Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən. Baxın, müəllimə, mən bunu sizə elmi cümlələ oxuyuram. İndi belə deyək, intellektual deyək ki, zehni də, deyək, bu idrakı, fizikidir. Mənəvi nə idi bə? Mənəvi də sosial-emosional inkişafı idi. İlkin bilik, bacarıq vərdişlərin mənimsənilməsi, formalaşdırılması prosesidir. Yəni, bu 4 inkişaf sahəmiz gedir də içərisində. Bu prosesidir. İlkin bilik, bacarıq, vərdiş. Görürsə, bu təhsildir. İndi bunu niyə açar söz kimi göstərir? Baxın, burada müəssisə sözü var, məktəbədə təhsil müəssisəsi. Mütləq müəllimə müəssisəni soruşursa, orada müəssisə sözünü görərsiniz testlərdə. Deyirik, məktəbəqədər təhsil müəssisəsi nədir? Məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim tərbiyəsini, əqli fiziki inkişafını, məktəbə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Görürsünüz, təhsil müəssisəsi. Artıq burada ilkin bilik bacarıq yoxdur. Görürsünüz, ilkin bilik bacarıq oldu təhsildə. İntellektual fiziki mənəvi inkişafına xidmət edən ilkin bilik bacarıq vərdişlərin mənimsənilməsi. Deyirik ki, təhsil də dövlət standartlarına uyğun,
Göz dövlət standartları gedir ha. Yəni hamı bu bütün necə deyim, hər bir şey dövlət standartlarına tabedir. Dövlət standartlarına uyğun olaraq məktəbə qədər yaş uşaqların təlim tərbiyəsini, çünki biz standart daxilində uşaqlara biz məsələn standartdan kənara çıxa bilmərik də, yəni ki, o standart daxilində biz uşaqlara, yəni onların intellektindən necə deyim, yaşından böyük şeylər eləyə bilmərik. Bu 1-6 yaş ərzində olan standartlara uyğun məktəbə yaş uşaqların təlim tərbiyəsini, əqli, fiziki məktəbə hazırlığını təmin edən təhsil müəssisəsidir. Müəllimə, təhsil müəssisəsi görürsə, bu təhsil müəssisəsi götürür, məktəbə təhsil müəssisəsi. Təhsil görürsə burada prosesdir. Yəni təhsil prosesdir da. Təhsil alma prosesi deyirik də məsələn. Sonra burada da göz inkişaf sahəsi var, amma burada standartlar da var. Dövlət standartlarına uyğun olaraq əqli, fiziki, mənəvi inkişafı. Gəldik müəllimlər, tərbiyəçi müəllim. Tərbiyəçi müəllim nə deməkdir? Uşaqların təlim tərbiyəsini, hərtərəfli inkişafını, məktəbə hazırlığını təşkil edən, həyata keçirən, məktəbə qədər təhsil sahəsi üzrə ali və ya orta ixtisaslı şəxsdir. Tərbiyəçi müəllim. Deməli müəllimlər sizə bir şey deyim, təhsil müəssisəsi var ha. Müəssisədə də ki bunu həyata keçirən, məsələn deyirik burada hərtərəfli inkişaf nə gedir? Bax, əqli, fiziki inkişaf, bax hamısı da, deyək ki, estetik hamısı bir yerdə inkişafını təmin edən məktəbdə həyata keçirir. Bax, bu həyata keçirəndir. Bunların hamısı həyata keçirən kimdir? 4 inkişaf sahəsi üzrə məktəb hazırlığı kim təşkil həyata keçirdi? Tərbiyəçi müəllim. Burada görürsə insan anlayışı var. O ali orta ixtisas təhsilli şəxs budur. Deməli, təlim tərbiyə görürsə, uşaqların təlim tərbiyəsi görürsə də olur tərbiyəçi müəllim. Açar məqam kimi yadda saxlayın. İndi gəlirik diferensiyalaşdırma. Diferensiyalaşdırma nə deməkdir? Məktəbə qədər təhsil diferensiyalaşdırma. Təhsil prosesində uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki əqli inkişafını, psixofizioloji xüsusiyyətləri nəzərə almaqla təşkil olunması. Baxın, fərdi xüsusiyyətlər bunun açar sözüdür. Deyirik ki, diferensiya nədir müəllimələr? Yəni, fərd deməkdə, yəni uşağın fərdi xüsusiyyəti, diferensiyalaşdırma, fərdiləşdirmə. Bax, burada fərdi xüsusiyyətləri, fərdi maraq tələbatları, fiziki əqli uşaqların yenə fərdi, yəni fiziki əqli inkişafını, fərdi uşağın psixofizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunmasıdır. Psixofizioloji xüsusiyyətləri biz burada görürük diferensiyalaşdırma, fiziki. Yəni hamısının fərdi xüsusiyyətləri nəzərə almalıdır diferensiyalaşdırma. Bunu biz çox yerdə görəcəyik. Mən ona görə izah edirəm. Necə terminləri öz əlimizdir bu da. Müəssisəni də görəcəyik, təhsil də görəcəyik, tərbiyəçi müəllim olsa bilirik. Amma Seramda bunun əzbər bilməliyik. Əzbər düzmən o qarşıyam, amma yadda saxlamaq lazımdır. Çox oxuyanda yadda qalır. Çünki bu müsahibədə bizdən soruşa bilərlər. Bunu bilməsə necə keçə bilər müsahibədə? Deməli, gəldi məktəbdə təhsildə qiymətləndirmə. Qiymətləndirmə olsa biz qiymətləndirmə mövzusuna keçəcəyik, amma burada termin kimi öyrədirəm. Qiymətləndirmə nə deməkdir? Uşaqların əqli, fiziki inkişafı, təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi. Qiymətləndirmə nə oldu? Dəyərləndirilmə oldu. Əqli, fiziki inkişafı, təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilmə prosesi nə oldu? Qiymətləndirmə. Aha. Deməli, gəldik təlim. Bax, müəllimə, təlimlə təhsil dəyişir salır. Açar məqamı deyirəm, ikisi təlim, təhsil. İndi çox müəllimə dəyişir salır, amma bunun ikisində də proses sözü var. İndi bunun açar məqamını izah edəcəm. Məktəbəqədər yaşlı uşaqlarda yorulsaz mənə deyin ay müəllimələr, mən bugün qəşəng vaxt təşkil edə bilmişəm, həm də ki sertifikasiyaya zada az qaldı. Miqə də bilinmir də, bir də gördünüz vaxt təyin olundu. Ona görə istəyirəm biraz sizdən çox məşğul olam. Yəni 2 saat dərsə limitimiz, 2 saatdan çox məşğul olmasa biraz da Müəllimə, üzr istəyirəm, bir söz deyə bilərəm? Bəli. Müəllimə, bir dənə baxardınız, hansısa müəllimənin səsi açıq qalıb, deyəsən Mehriban müəllimədir. Mən bəlkə başqa müəllimələrə səs gəlmir, bir uğultulu səs var. Belə xışıltılı bir səs gəlir sizin səsinizlə yanaşı. Bəli. O müəllimənin səsini bağlaya bilərsiniz. Yəni müəllimə biraz qulaq asmaq çətinlik çəkir adam. İndi gəldik məktəbəqədər təlimə. Çox sağ olun müəllimə. Aha, gəldik məktəbəqədər təlim. Təlim nə deməkdir? Baxırıq bura. Məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, bax müəllimlər, təlimi çox adam bilmir. Mən sizə deyim, çox insan bilmir ki, təlim nə deməkdir. Bilirsiniz, amma elələri var, bilmir. Mən özüm məhtələ qalırım. Çünki bu adı belədir, amma məşğələdir da, demək olar ki. Məktəbə təlim nə deməkdir? Məşğələdir keçir də. Adı məşğələdir, amma məşğələ yazmır, təlim yazıblar. Çünki bizə dərs keçirir uşaqlara, təlim keçirir. Adı belədir.
İndi gəldik müəllimələr. Məktəbəqədər təlim nə demək? Məktəbəqədər yaş uşaqlarda bilik, bacarıq, vərdiş, səriştələrin mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəldilmiş prosesdir. Bax, motivasiyanın formalaşdırılmasına yönəldilmiş proses. Oldu təlim. Deməli müəllimələr, burada görürsüz hamısı demək olar ki, bizim elə bir məşğələmizə aiddir da, baxırıq. Bilik, bacarıq, vərdiş, səriştələr harda formalaşır məşğələlərimizdə? Mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiq etmə harda olur? Yenə də bizim məşğələlərimizdə də olur da. Təhsil almaq üçün motivasiyanı harda deyil? Təhsil almaq üçün. Təhsili biz harda veririk? Məşğələdə veririk də müəllimlər, düzdür? Yəni təlim yazıb o məşğələ kimi yadda saxlasaz, siz heç vaxtı istəyir sertifikat, istəyir miqdə qəbula siz əziyyət çəkməyəsiniz. Deməli, baxın ikisində də proses var. Amma təhsildə deyir ki, uşaqların, məktəbəqədər uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən, ilkin bilik, bacarıq, vərdişlərin mənimsənilməsinin formalaşdırılması prosesdir təhsildə. Amma təlimdə nə gedir? İlkin bilik, bacarıq, vərdişlər, səriştələrin bir də gündəlik həyat. Gündəlik həyatda tətbiq etmə bacarığı təlimdə, təhsildə deyil, təlimdədir. Yəni bunları qarışdırıb salırlar. Çoxlu istilahatlarda rast gələ bilərsiniz. Amma fərqi odur ki, gündəlik görürsə də bütün bax bu istəyir bu şey var, keçirəndə sizə bu nə gedir anlayışlar. Bu anlayışların içərisində hamısında da biz gündəlik sözü görə bilməyəcəyik. Gündəlik təkcə təlimdədir, yəni məşğələdədir. Deməli, müəllimlər altdan yaza bilərsiniz. Bunu bilirdiniz yoxsa bilmirdiniz? Bilmirdi ya müəllimə. Ay, sağ olun. Amma bunu hamı əzbərləyir. Mən onu əzbər xoşlamıram. Deyirəm, bu mahiyyətini biləsiniz. Çox adam onu əzbərləyir, amma deyir ki, ay müəllimə, mən yadımda qalmır təlim. Deyirəm, niyə yadda qalmır? Deyir ki, başa düşmürəm. Amma deyirəm, bu məşğələdə axı, biz məşğələni keçiririk uşaqlara. İndi işçi müəllimlər üçün daha rahat yadda qalır. Deməli, gəldik, bilik, bacarıq, vərdiş, səriştələr, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi, təhsil almaq üçün motivasiyanın yaradılması harda oldu? Təlimdə. Bir də gündəlik həyatda tətbiq etmə bacarığı. Təlim oldu bizim məşğələmiz. Gəldik metodist. Görün metodist nədir? Bax, ali pedaqoji təhsili mütəxəssis metodistdə görürük. Tərbiyəçi müəllimlə biraz oxşar nüansları var, amma fərqləri də var. Məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərlik həyata keçirir. Məktəbəqədər təhsil müəssisəsində təlim və tərbiyə işlərinə metodik rəhbərliyi, təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis oldu metodist. Obşi təhsil müəssisəsində müəllimlər cəm şəkli gedir. Görürsünüz, burada demir ki, uşaqlara təlim-tərbiyə verir. Bu obşi təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirir. Kim? Metodist, amma ali, yalnız və yalnız ali. Orta ixtisas yoxdur metodistdə. Gəlir tərbiyəçi müəllim. Bax, burada təlim-tərbiyə ikisində də var, görürsünüz? Burada da təlim-tərbiyə var, burada da təlim-tərbiyə var. Amma fərqi nədir? Buradakı təlim-tərbiyədə obşi verilibdir. Burada təcə uşaqların təlim-tərbiyəsi. Gördünüz müəllim, əsas nüans budur. Amma burada da təkcə alidir, orada da təkcə ali və orta gedir. Bunu da öyrəndik, gəldik dayə. Bəzən dayə ilə də müəllimə səhv salınır. Belə məntiqlə götürürlər. Məsələn, bu tərifi bilməyən müəllimə məntiqlə götürürlər ki, ikisi də qulluqda ola bilər də. Amma xeyr, uşaqlara qulluğu və nəzarət həyata keçirən şəxs dayədir. Yəni o texniki işlərə baxır da, uşağa qulluğu həyata keçirdir. Amma tərbiyəçi müəllim amma uşaqlara təhsil verir. Bax, adi bu məşğələ görürsünüz, bu məşğələni kim həyata keçirir? Tərbiyəçi müəllim. Məktəbəqədər təlimi kim həyata keçirdi məşğələni? Müəllim. Görürsünüz, təhsil verir, bilik, bacarıq verir, sonra motivasiya verir. O müəllimin işidir. Hər tərəfli inkişafa, məktəbə hazırlığın təmin, amma yenə də təlim-tərbiyə var. Burada amma təkcə uşağa qulluğu nəzarət həyata keçirən şəxsdir. Bəzən görürük ki, dayələr deyirlər ki, mənə müəllimə deyin də, olur da belə bir şeylər, az rast gəlməmişik. Bütün müəllimlərdə olur. Deyirlər müəllimə deyin, daya deyir ki, mənə müəllimə deyin. Amma o müəllimə daya qulluğu həyata keçirdir. Müəllimə də təlim-tərbiyəni. Amma onu dayaya deyəndə daya onu ikinci dəfə onun özünün vəzifələrini başa salanda, müəllimin də vəzifələrini başa salanda ki, mən məşğələ keçirəm, mən müəlliməyəm, siz də qulluğu həyata keçirsiniz, siz də dayəsiz. Yəni müəllim müəllimədir, daya dayadır. Daya qulluğu həyata keçirir. İndi gəldik müəllimə. Bəli. Kütah xanım, onlar sizə bir sual verim. Bəli. Metodist yalnız ali təhsilli olmalıdır, ya orta təhsilli də olmalıdır? Təkcə ali təhsilli.
Baxın, bax Təhsil bu ali təhsil. Aha, kurikulum var ya bizim kitabımızda. Yəni orada bəli, da qeyd bəli. olunubdur ki, təkcə ali təhsillidir. Orta təhsil ola Metodik bilməz. rəhbər. Yəni ki, Bəli, açar bəli. sözü ki, Metodist metodik. ancaq ali Ah, təhsil. Amma ali, tərbiyəçi aha, oldu. həm Həm ali, həm orta orta. təhsillidir, həm də aha, oldu. Bəli, müəllimə, bəli. İndi gələk defektoloq. İndi müəllimə, defektoloq, mən burada loqopedi, keçən dəfə loqopedi nətərsə burada itmişdi, amma sonra tapdım. Defektoloq, uşaqların əqli fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssis. Baxın, burada demir nitqindəki bu əqli fiziki qüsurların bəzən loqopedlə defektoloqu səhv salırlar, gedirlər testdə səhv götürürlər, sonra deyirlər ki, bu qəbulda şey var idi, səhv var idi. Amma xeyr. Nitq deyirsə, nitq qüsurlarını deyirsə loqopeddir, amma deyirsə də əqli fiziki inkişafındakı qüsurlar deyirik onda olur defektoloq. Aha. Gəldik müəllimələr, icma əsas, yox, gəlin elə loqopedi də deyim sizə. Nitq pozuntusu olan, mən müqayisəli öyrətməyi xoş duram ki, elə daha qəşəng yadda qalır. Mən də bilmirəm niyə həmişə elə yadımda qalır, elə öyrənmişəm. Loqoped, nitq pozuntusu olan uşaqlarla işləyən, ali pedaqoji təhsilli mütəxəssis, sağlam imkanlar metodu, yox, bu uşaq bura ayrıdır, mütəxəssisdir, bir dəqiqə, mütəxəssis. İndi buradan keçdik bura. Burada həmişə mən, görürsünüz, səhvdə qalıb, səhv deyil, əslində bitişik qalıb orada. Bunu qaralayım. Aha. Deyirik ki, loqoped nə oldu? Burada nöqtəni qoyum ki, burada bitdi. Nitq pozuntusu olan uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis loqopeddir. Bununla mən götürmüşəm kurikulumun o tezarüsü var orada. Nitq pozuntusu olan uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis ol. Nitq pozuntusu görürsə loqoped, əqli fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssis görürsə də kim oldu? Defektoloq oldu müəllimələr. Aha. Bir də bir müəllimə var, deyir ki, müəllimə həmişə deyir bu kitab mənim yanımdadır, amma açıq oxuma marağım olmayıbdı. Amma deyirsiniz izah elədisə mənə maraqlı gəldi. Oxudum, indi tam yadımda qaldı. Çünki biraz belə tərif çoxdur axı burada. Amma bir də bunu belə nəzərə oxuyanda tam yadında qalmır. Gərək mahiyyətini anlayasan. Deyim müəllimlər, icma əsaslı məktəbə qədər təlim qrupu ixtisaslı pedaqoji kadr olduğu halda valideynlərin və digər qanun nümayəndələrinin könüllülüyü ilə, bax könüllü sözü bunun açar sözü, könüllülüyü ilə yerlərdə yaradılan məktəbədə uşaqların cəlb olunduğu bir də ödənişli sözünü yadda saxlayırsınız. Ödənişli təlim qrupu. Deməli, icma əsaslı təlimdə nə oldu? Könüllülüyü ödənişli təlim qrupu. İndi gələn burada da qurtarırıq müəllimələr. Qurtarırıq, o birisi mövzuya keçəcəyik. Sıxıcı gəlməsin sizə. İnkişaf sahəsində sizə qorxa-qorxa keçirdim ki, maraqlı olmaz sizə. Amma gördünüz nə qəşəng inkişaf sahəsində görə nə qədər suallar düşür, qəbula da düşür. 20 dənə sualımız düşür inkişaf sahəsində məşğələlərdir. Məşğələ də inkişaf şeydən götürür də, bu standartlardan götürülür. Mən onu məcbur idim ki, sizə bir 3 dərs onu qəşəng-qəşəng öyrədəm. Bu da elə bizim əsasdır. Bunları biləndən sonra bunların əsasında biz loqoped sözünə rast gələcək, keçdiyimiz məşğələlərdə sağlam imkanlar məhdud sözündə çox rast gələcək, çox yerdə rast gələcək də. Ona görə bilməliyik. Bax sertifikatlaşdırmanı da biləcəyik ən çox müsahibə mərhələsində. Gəldik bura. İcma əsaslılığını dedik. Gəldik bir dəqiqə. Məktəbə qədərdə xüsusi təhsil, bir də qısa müddətli. Bu üçünü müqayisə edirik. Qısa müddətli təlim qrupu. Baxaq görün bu nə deməkdir. Valideynlərin digər qanun nümayəndələrin burada da bax görün valideynlərin digər qanun nümayəndələrinin sözü var icmada. İstəyi ilə nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq uşaqların qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu. Müəllimələr, qısaldılmış gün rejimi həmişə açar söz olur testlərdə. Gördünüzsə də nə götürürsünüz bunu? Götürürsünüz qısa müddətli təlim qrupu. Dəqiqə. Mouse itdi. Qısa müddətli təlim qrupu. Oldu. Qısaldılmış gün rejimi gördük, qısa müddət adından məlum oldu ki. Amma görsək ki, icma əsasıdır təlim qrupu. Bu oldu könüllülüyü, yenə valideyn zad var, qanun nümayəndəsi çaşdırması hər ikisində var. Könüllü söz oldu, bir də ödənişli. İcma əsaslı ödənişli yazılıb burada. Yəni bu bizim kurikulumumuzun içərisindədir. Amma qısaldılmış gün rejimi olarsa, o da olur qısa müddətli təlim qrupu. İndi gəldik müəllimələr, məktəbə qədərdə xüsusi təhsil müəssisəsi. Görün bu nə deməkdir. Mən bunu deməmişdən əvvəl sizə sağlamlığa gəlim. Çünki onu inteqrasiya edəcəm. Sağlam imkanlar məhdud uşaq nə deməkdir? Biri var sağlam uşaq. Biz əvvəl uşaqlara müəllimələr deyirdik ki, xəstə uşaq.
Məsələn, Allah sağ eləmiş də. Məsələn, elə uşaqlar vardı ki, dedi o xəstə uşaq. Xəstə uşaq demək düzgün deyə də indi bugünkü müasir kurikulum dövründə. Biz ona ancaq belə elmi adı sağlam imkanlar məhdud uşaqdır. Yəni qüsurlu uşaq deyirdik, amma qüsurlu deyə bilmərik. Bu həm uşağın pisinə gəlmir, həm necə deyim, valideynə də pis gəlmir. Yəni bu ortaq adda deyək. Həm də adama necə deyim, yaxşı gəlir də, belə deyim də. Xəstə kimi çıxmır. Sağlam imkanları məhdud uşaq. Xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çatışmazlığı, əqli fiziki ləngimələri olan uşaq. Xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çatışmazlıq, əqli psixi ləngimələri olan uşaq. Yəni bu sırf sağlam uşaq deyil də, ləngimələri var. İndi gəlirik müəllimələr. Məktəbəqədər xüsusi təhsil müəssisəsi. Biz indi nə dedik? Sağlam imkanları məhdud uşaq. İndi burada adı yazılır. Sağlam imkanları məhdud olan məktəbəqədər uşaqların açmasını dedim indi. Yaş uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsi. Bunların bu uşaqların təhsil alması üçün yaradılan təhsil müəssisəsi də oldu, məktəbəqədər xüsusi təhsil müəssisəsi. Xüsusini gördünüz. Amma məsələn müəssisə də var, eləsi variantı da var ki. Eləsi də var ki, sadəcə bu içindəki söz yazılır ki, olan uşaq. Götür tələsif tez bunu seçmirsiniz ha müəllimələr. Orada müəssisə olmalıdır. Bax, burada müəssisə olmalıdır axırda. Burada mı uşaq olur? Məncə aydın oldu. İndi gəldik, qiymətləndirməni dedik bayaq. Bir dəfə də yazmışam. İnklüzivlik, o gün hara qaldı, defektoloqluq eləmişik. İnklüzivlik nə deməkdir? Bunun geniş şəkildə qəşəng-qəşəng öyrədəcəm. Bu da düşürür qəbulda. İnklüzivlik sağlamlığından, potensial imkanlarından, maddi təminatdan asılı olmayaraq, görürsüz, uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsi. Yəni biz deyirik ki, indiki bugünkü dövrümüzdə yeni yəni təhsil standartları ilə deyirik ki, bu dövrümüzdə hər qrupda inklüziv uşaqlar olur da, yəni ki, o necə deyim, biraz hardasa biraz çatışmazlığı olan uşaqlar ola bilər. O da limitli olur. Sağlamlığından, potensial imkanları maddiyyətdən asılı olmayaraq uşaqların birgə təhsil alması. O inklüzivlik. O da növlərini keçəcəm ki, o nə vaxt ola bilər. Yəni ki, nə vaxt təhsilə cəlb olunub, nə vaxt hansı təhsilə cəlb olunub, bunlar hamısını izah edib, bu inklüzivlikdə eləyəcəm. Bu elə qısa sizə məlumat verdim ki, termin kimi biləsiniz, yoxsa termin kimi deyirəm. Amma açmasında inşallah geniş mövzu keçəcəm. İnnovasiya. İnnovasiya müəllimələr yenilik deməkdir. Müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşdırılan mütərəqqi xarakterli yeniliklər. Yenilik innovasiyadır. Gəlir qanun nümayəndələr. Qanun nümayəndələr adından məlum olduğu kimi, uşağın üzərində nəsə bir qanunlu bir haqqı olur da, uşaqların hüquqlarını qanunla qorunan mənafələrini təmsil edən valideynlər, övladlığa götürənlər, bir də qəyyumlar. Qanunla qorunan mənafəsini təmsil edir. Yəni bu uşaq yəni mən bu uşağa baxıram deyək də, uşaqların hüquqlarını qanunla qorunan mənafələrini təmsil edir. Məsələn, uşağın kim hüquqlarını necə deyim, tələb eləyə bilər də, valideyn tələb eləyir, qəyyumlar övladlığa götürən qəyyumlar, yəni qanun nümayəndələri. Yəni bu uşağın tutan valideyni budur qanun şəkildə. Övladlığa götürsə də yenə valideyn sayılır, yəni belə qəyyumdur. Valideyn özdə. Bir də bu qanun nümayəndə deyəndə, yəni ki, uşağı övladlığa götürmə, nə bilim, sahib çıxan qanuni şəkildə. Qısa müddətli təlim qrupu. İndi baxırıq qısa müddətli təlim qrupu nədir? Bunu dedik. Qısaldılmış gün rejimi ilə təşkil edilən təlim qrupu. Bax, bu açar sözü yadınızdan çıxartmırsınız. Bunun qaydını atacağım müəllimələr. İndi məsələn ola bilər ki, neçə saat, biz 3 saatdır da dərsimizi keçirik. 3 saatın tamamında saxlayacağam. Həm çünki onda kayd çox olur, bax hələ də onu qaydeli qutaramamışam. Həm də ki, siz də çox yorulursunuz. Amma əslində 2 saatda üzrü sayın, çünki məcburam ki, bunu sizə öyrədəm. Gəldik müəllimələr. Məktəbəqədər bunu dediyi inteqrasiya. Müəllimə bir dənə də sual verim. Qısa müddətli təhsil qrupu ödənişsizdir də.
Bəli, burada ödənişli yazılmayıbdır. Ödənişli bir dənə Ödəniş- yazılıbdır, icmada yazılıbdır. Testdə İcmada, belə düşür. aha, icma Bizə- əsaslı təlim bəli, qrupunda. Bizə kurikulum nə verirlərsə testdə onu bizdən ala bilərlər. Aha, Aha. oldu. İndi gəldik inteqrasiya. Təhsildə inteqrasiya. Təlimin məzmunun kompetent əlaqələndirilməsi təmin edən didaktik prinsip. Bunu da biz didaktik prinsiplərdə də keçəcəyik. Bunu çox-çox keçəcəyik də, məşğələlərdə də keçəcəyik. İnteqrasiya nədir? Əlaqələndirilmə. Yadda saxlayın, inteqrasiya əlaqələndirilmə varisi tamamlama idi. Varisi də keçəcəm indi. İndi yox. Gələn dərsimizdə. Təlim məzmunun kompetent əlaqələndirilməsini təmin edən didaktik prinsip oldu inteqrasiya. İndi təlim məzmunu nə deməkdir? Əsas məqam. Təlim məzmunu uşağın şəxsiyyətin formalaşdırılmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu təlim məzmunudur. Dedik, loqoped nədir? Məzmun deyəndə bildiniz müəllimlər, şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqların məcmusu. Bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu olub məzmunu. İndi bunu testdə bunu mən situasiya ilə qoymuşam bunları. Onsuz da testdə yadınızda qalacaq testdən işləyir. Necə bayaqdan işlədik, qəşəng yadda qaldı elə. Gəldik sertifikatlaşdırma. Sertifikatlaşdırma nə demək? Dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, indi bu sertifikasiya imtahanı verən müəllimlərə aid MİQ sertifikasiya deyilir. MİQ bizi, indi mən də sertifikat sayıram. İşə girmişəm axı. Amma sertifikatlaşma verəcək bu imtahandan keçənlərə bütün müəllimlərə aiddir. Dövlət məktəbəqədər təhsil müəssisələrində bunu qəşəng bilməlisiniz. Pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisaslı təhsilə malik, təhsil verənlərin peşəkarlıq səviyyəsinin peşə yararlılığının yoxlanması proseduru. Deyirlər, ay müəllimə, niyə bizə bu sertifikatlaşdırmanı verirlər ki? İndi belə suallar çox olur. Ona görə verirlər ki, peşəkarlıq səviyyəsi, peşə yararlılığının yoxlanması. Əsasən nə ilə əlaqələndirirlər? Məsələn, bu dövrdə